Sizcə 100 il bundan əvvəl hansı məşhur Azərbaycanlı bax burada addımlayıb? Bax bura 4 il əvvəl salınmış Çəmbərəkənd parkıdır. 4 hektar ərazisi var. Parkın belə gözəl girişi var. Buranın mənzərəsi o qədər gözəldir ki, söz tapmaq olmur. Deməli parkın girəcəyində belə bir kreslo var. Bakının mənzərəsi tam görünməsə də, amma önü ağaçlıqdır. Bax buradan Bakının belə bir mənzərəsi açılır. Gözəlliyə baxın bir dənə. Sanki bir Hind filmindən çıxmış bir səhnədir buralar. Cəmaət bura piknikə gəlir də daha çox. Bax belə bir fəvvarə var burada, ətrafında masalar. Cəmaət oturur, dincəlir. Mən indiyə qədər bura niyə gəlməmişəm görəsən? Burada qəşəng fotosessiya eləmək olar. Və burada belə ağacların arasında söhbətgahlar da var. Bu skamyadan da yenə şəhərin belə bir panoraması görünür. Vətəndaşlar üçün 147 metr uzunluğunda belə körpülər salınıb. Fikir verin. Yediklərimizi, içdiklərimizi də zibil qabına atırıq. Gör nə qəşəngdir sən Allah. Burada belə uşaq oyun meydançası da var. Leylaya bax, yellənir özü üçün. Burada belə bir kafeteriya da var. Hagmag. Cappuccino mediumu 6 manat. Çay 3 manat. Stəkanı 2-3 manat. Meyvə şirəsi 6-7 manat elə. Dondurmanın da bir topu 3 manat. O şəxs Həsən Seyidbəylidir, Azərbaycanlı məşhur kino rejissor. Bizim Cəbiş müəllim, Nəsimi filmlərin rejissoru. O məhz bax bu ərazidə yaşayıb, Çəmbərəkənddə yaşayıb. Elə bu parkda onun adını daşıyan küçədə salınıb. Bura Həsən Seyidbəyli küçəsidir. Bu da bizim Çəmbərəkənd parkında istirahətimiz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.